Bəzi adamlar antidepresan sözünü eşitdiyi halda hemen panikaya düşürlər. Amma bu günləri sizə təbii antidepresantların bir növlərini danışacağım. Birincisi, havada yürüyüş etmək. Əgər siz hər gün 1 saat, 2 saat, səhərlər və yaxud axşamlar yürüyüş etsəz, bu nisbətən sizin depressiyanızı və yaxud depressiya meyli olduğu halda və yaxud ruh düşkünlüyü varsa aradan götürə bilər. İkinci antidepressant möhkəm gülməkdir. Bunun sizə komediyalar kömək edə bilər. Sizi güldürən şeylərə baxa bilərsiniz. Üçüncü antidepressant dalğa səsidir. Ola bilər ki, bayra çıxa bilmirsiniz, ola bilər ki, dəniz qırağına gedə bilmirsiniz. Sizə sadəcə dalğa səsləri kömək edə bilər. Bunu YouTube'da dinləyə bilərsiniz. Növbəti antidepressant şokolad. Tərkibində serotonin deyilən bir hormon var. Serotonin sırf xoşbəxtlik hormonudur. Yesəz, o da sizin modunuzu və əhval ruhunuzu qaldıra bilər. Və sonuncu, sizə depressiyadan qoruyan faktor sizin dostlarınız ola bilər. Sizin yaxınızda, ətrafınızda sizə müsbət enerji verən adamlar sizin tamamilə depressiyadan çıxarda bilər. Ona görə diqqətli olun ətrafınızda olan adamlardan. Belə ki, hər ruh düşkünlüyü və yaxud həmən həyat mənasını itirdiyiniz halda o demək deyil ki, siz həmən depressiyadasınız. Depressiya böyük bir dərin bir xəstəlikdir və o dərmanlarla müalicə olur. Amma ki, özünüzü depressiya salmamaq üçün bax, bu məsəl üçün tövsiyələr, məsləhətlər sizə kömək olur. Özünüzdən müğayət olun və izlədiyiniz üçün çox sağ olun.